Müəllim iş yerindən çıxıb bura gəlir, tutaq ki, bu təmayül məktəbdə dərs deməyə, amma sonra ola bilər də, yəni şəxsi həyatla bağlı və yaxud da ailəvi məsələlərlə bağlı iş yerini təzədən dəyişməli olur. Həmin müəllim öz əvvəlki iş yerinə belə deyək, qeyd şərtsiz qayıda bilərmi, yoxsa yenidən imtahan verib həmin məktəbə qayıtmalıdır? Müəllim əgər təmayül tədris modeli tətbiq olunan məktəbdən öz arzusu ilə digər məktəbə ya əvvəl çalışdığı müəssisəyə və yaxud da əvvəl çalışdığı müəssisədə yer olmaya da bilər. Burada mən daha aydın olsun deyə necə izah edeyim sizə. Müəllim əgər təmayül tədris modeli tətbiq olunan məktəbdə işlə təmin olunarsa, əvvəlki iş yerindən çıxır. Əvvəlki iş yerində müəllimin dərs saatları və o dərs saatı tədris olunmalıdır. Orada şagirdlər var. Ona görə də o boş yer olaraq saxlanıla bilməz. O yer artıq vakant olur. Müəllimlə təmin olunma mütləqdir ki, həmin müəssisədə olan şagirdlər də tədris ala bilsinlər. Bu səbəbdən müəllimin mütləq həmin əvvəl çalışdığı məktəbə qayıtması yalnız həmin fənn üzrə əvvəl çalışdığı məktəbdə vakant dərs saatları olarsa mümkündür. Əgər olmazsa, vakant olan digər müəssisələrdə müəllimin əlbəttə ki, seçiminə müvafiq olaraq müəllim işlə təmin olunacaq. Yenidən MİQ müsabiqəsinə yalnız müəllim arzu edərsə qoşula bilər.